Son 5 ildə 2020-2025-ci illər arasında Avropa Birliyində saatlıq nominal əmək haqqı 21,9% artaraq 21,5 avrodan 26,2 avroya yüksəlib. Yenavaz.com Eurostatın məlumatlarına istinadən xəbər verir ki, eyni dövrdə inflyasiya daha sürətli 25,6% artıb. Bu səbəbdən real əmək haqqı təxminən 3% azalıb. Qeyd edək ki, 30 Avropa ölkəsinin 12-sində real maaşlar azalıb, 18-də isə artım qeydə alınıb. Ən yüksək artım Bolqarıstanda olub. Bu ölkədə real əmək haqqı 5 ildə 37,4% yüksəlib. Artım əsasən minimum əmək haqqı ilə bağlı qanun dəyişikliyi ilə izah olunur. Digər yüksək artım göstərən ölkələr Serbiya, Xorvatiya və Litva olub. Avrozonaya daxil olmayan bəzi ölkələrdə də ciddi artım müşahidə edilib. Rumuniyada real maaşlar 19,7%, Macaristanda 18,8%, Polşada isə 17,8% artıb. Avrozonada isə Sloveniya, Latviya və Yunanistanda nisbətən yüksək artım qeydə alınıb. Bunların əksinə olaraq Avropa Birliyinin ən böyük iqtisadiyyatında azalma müşahidə olunub. İtaliyada real maaşlar 9,2%, İspaniyada 5,9% azalıb. Almaniya və Fransada da göstəricilər mənfidir. Müvafiq olaraq -3,2% və -3,3%. İqtisadçılar bildirirlər ki, daha aşağı maaş səviyyəsindən başlayan ölkələrdə artım faiz olaraq daha yüksək görünür. Məsələn, Bolqarıstanda saatlıq maaş 5,7 avrodan 10,7 avroya yüksəlib. Almaniyada isə bu rəqəm 28,6 avrodan 34,5 avroya çatıb. Nominal artım bəzi ölkələrdə çox yüksək olsa da, inflyasiya da eyni dərəcədə artıb. Bolqarıstanda maaşlar 84,2%, Macaristanda 82,7%, Rumuniyada isə 73,1% artsa da, bu ölkələrdə inflyasiya da yüksək olub. 2025-ci ilin məlumatına görə Avropada ən aşağı saatlıq maaş Bolqarıstanda, ən yüksək isə Lüksemburqda qeydə alınıb. Ümumilikdə maaşlar Şimali və Qərbi Avropada daha yüksək, Şərqi Avropada isə daha aşağı qalır. Dövlət Statistika Komitəsinin məlumatına görə 2025-ci ildə Azərbaycanda orta aylıq nominal əmək haqqı 1102,9 manat olub. Rəsmi məlumatlara görə Azərbaycanda 2025-ci ildə orta aylıq iş vaxtı norması 158,6 saat təşkil edib. Bu isə o deməkdir ki, ötən il saatlıq nominal əmək haqqı 6,95 manata və ya mövcud məzənnə ilə 3,5 avroya bərabər olub.